Hər vaxtınız xeyir, hörmətli kollegalar. Mən bugün sizə ağır xəstəliklərin diferensial diaqnostikası barədə danışmaq istəyirəm. Xüsusilə xəstəxanadan kənar şəraitdə, xəstənin evində, hansı ki bizim əlimizdə çox demək olar ki, istədiyimiz alətlər yoxdur, istədiyimiz aparatlar yoxdur və orada lazımdır ki, bizim xəstəyə düzgün diferensial diaqnostikamız. Mən bugün boğulma haqqında danışmaq istəyirəm. Sonra da öz şəxsi praktikamdan bir misal gətirəcəm. Bu, bugünkü dövrdə çox aktualdır. Xüsusilə həkimlik praktikasına yeni başlayan həkimlər üçün olduqca maraqlı olacaq və həm də onlar buradan çox şey götürəcəklər. Deməli, hörmətli kollegalar, bildiyiniz kimi boğulma, buna elmi dildə dispnoe deyirlər. Hal-hazırda təbabətin qarşısında duran ən aktual problemlərdən biridir. Bu, həyat üçün təhlükəli haldır. Yəni, boğulma halında həkim xəstə ilə qarşılaşdıqca həmən yardım olunmalıdır. Əks halda xəstənin həyatı təhlükədə ola bilər. Deməli, mən biraz boğulma haqqında qısa məlumat verəcəm. Çünki sonra o bizim dediyimiz misalda o bizi bəzi informasiyalar bizim orada orada bizə lazım olacaq. Deməli, boğulmanın bildiyiniz kimi iki növü var. Yəni, davamiyyətinə görə. Normada boğulma, yəni tibbdə qəbul olunmuş bir dəqiqə ərzində 16 dəfədir. Yəni, bir dəqiqə ərzində 16-17 dəfədir. Bunun bradipnoe növü var, yəni tənəffüs hərəkətləri 12 və daha az olanda. Bir də var taxipnoe, tənəffüs hərəkətlərinin tezləşməsi, 20 və daha çox. Mexanizminə görə də boğulmanın, tənginəfəsliyin 3 növü var. Deməli, inspirator tənəffüs, inspirator boğulma, ekspirator boğulma, bir də qarışıq. Bildiyiniz kimi, inspirator boğulma daha çox ürək damar xəstəliklərində istifadə olunur. Ekspirator boğulma isə tənəffüs hərəkətlərində, tənəffüs patologiyalarında üzr istəyirəm. Deməli, indi biz keçək misala. Haqqında danışdığımız xəstənin üstünə mən gecə saat 4-də getmişəm. Yəni, təcili xəstənin vəziyyəti pisləşib və biz xəstənin üstünə getmişik. Mən xəstənin yanına gələndə xəstədə güclü tənginəfəslik boğulma var idi. 60 yaşında kişi. İlk sorğu-sualdan məlum oldu ki, xəstə yatdığı yerdə oyanıb, güclü tənginəfəsliyə görə və bizim gəlməyimizdən hardasa bir 10-15 dəqiqədir ki, bu vəziyyətdədir. Bax, burada həkimin qarşısında mühüm bir məsələ durur. Bu boğulmanı diferensiasiya eləməliyik. Yəni, bu boğulmanın hansı növüdür? Bildiyiniz kimi, boğulmanın deməli, ola bilər boğulma ürək mənşəli. Boğulma ola bilər ağciyər mənşəli, bronxial astma və digər. Boğulma ola bilər allergik mənşəli. Bilirsiniz ki, anafilaktik şokda dəhşətli boğulma olur. Bir də indi alimlər, yəni xaricdə də, bizdə də 4-cü tip boğulmanı da aydınlaşdırırlar. Bu da nevrogen boğulmadır. Yəni, nevrogen boğulmada da, deməli, bu nevroloji xəstəliklərdə daha çox öz təzahürünü çəkir. Panik ataklarda, depressiv, isterik nevrozlarda və s. Düzdür, son vaxtlar bəzi həkimlər deyirlər ki, nevrotik boğulma biraz zəif keçir, biraz daha yüngül keçir. Amma mən şəxsən bu fikrinə razı deyiləm. Çünki mən özüm bir neçə dənə deməli, elə boğulmanı görmüşəm. Biz ona ən ağır neyroleptiklər, droperidol,
aminazin vurmuşuq, xəstəni vəziyyətdən çıxara bilməmişik. Ancaq xəstəxana şəraitində xəstə vəziyyətdən çıxıb. Qayıdaq xəstəmizin üstünə. Xəstəmizi biz müayinə elədik və xəstəni başladıq diferensial diaqnostika eləməyə. Xəstədən sorğu-sual elədik ki, sənin nəsə bir xəstəliyin olubmu? Xəstə bizə bildirdi ki, xeyr, onun nə bir xroniki xəstəliyi var, nə bir ürək damar problemində xəstəliyi var, nə ağciyər patologiyasında. Demək olar ki, elə bir xəstəlik yoxdur. Deməsinə görə arada belə ağrıyırmış. Deməli, ilkin olaraq biz allergiyanı, anafilaktik şoku inkar elədik. Çünki xəstə yuxudan ayılıb, ona nəsə bir dərman müdaxiləsi yoxdur, nəsə bir yemək qəbul eləməyib. Ondan sonra nevrogen mənşəli boğulmanı da biz inkar elədik. Çünki xəstədən soruşduq ki, sən nəsə əsəb, stres keçirməmsən. Xəstə bizə bildirdi ki, heç bir əsəb, stres keçirməyib, yuxuda qorxmayıb. Biz bunu da inkar elədik. Ondan sonra biz xəstənin ağciyər patologiyası olub-olmaması barədə, bu boğulmanın onun aidiyyatı olub-olmaması barədə istədik diferensiasiya aparaq. Xəstə auskultasiya olundu. Məlum oldu ki, xəstədə ağciyərlərində köbud küylər, xırıltılar yoxdur. Xəstənin deməli saturasiyası 98. Deməli məlumat üçün deyim, təzyiqi 160-ın 90-a. Biz eyni zamanda xəstənin nəbzini də yoxladıq. Bir dəqiqədə ürək vurğularının sayı 85. Deməli, ağciyər patologiyasını da inkar elədik. Ürək patologiyasını diferensiasiya eləməkdən ötürü xəstə təcili kardioqramma olundu. Məlumat üçün deyim, xəstə uzananda, kardioqramma eləndə gördük ki, xəstənin vəziyyəti pisləşir. Bu daha çox ürək mənşəli problemlərdə olur ki, xəstə uzananda onun tənginəfəsliyi güclənir. Deməli, xəstə kardioqramma olundu və mən kardioqramma nəticəsini istəyirəm, hörmətli kolleqalar, sizə göstərim. Zəhmət olmasa. Deməli, kardioqrammaya diqqətlə baxaq. Diqqətlə kardioqrammaya baxaq. Deməli, bu kardioqrammada biz nə aşkar elədik? Zəhmət olmasa ikinci aparmaya baxın. İkinci aparma, üçüncü aparma, eyni zamanda AVF. Görürsünüzmü? ST-lər qalxır. Yəni, ürəyin sol mədəcin arxa divarında zədələnmə, yəni infarkt başlayır. Birinci və AVL aparmasında, baxın, resiprok dəyişikliklər. Deməli, elektrokardioqrafik müayinə nəticəsində məlum oldu ki, xəstədə infarkt başlayır ürəyində və boğulmanın səbəbi də budur. Biz təcili olaraq xəstəyə müvafiq yardım göstərdik və xəstəni xəstəxanaya hospitalizasiya elədik. Mən orada xəstəxananın qəbul şöbəsinin həkiminə məsələni başa saldım, vəziyyətin ciddiliyini və biz geri qayıtdıq. Məlumat üçün deyim ki, biz xəstənin yanına getməyimizlə xəstəxanaya çatdırmamız arasında təxminən 1 saat vaxt keçdi. Və sonra mənim xəstədən heç bir məlumatım olmadı. Amma təxminən biz xəstəni saat 5-də yerləşdirdik, səhər saat 5-də. Hardasa təxminən 11-də, 12-də xəstənin oğlu mənə zəng elədi və mənə bildirdi ki, xəstəni digər xəstəxanaya aparmışlar və orada xəstə angioqrafiya olunmuşdur və xəstəyə müvəffəqiyyətlə stent qoyulmuşdur bir damarına və xəstənin oğlu mənə öz təşəkkürünü bildirdi. Yəni, bu bir misalda mən çalışdım ki, hörmətli kolleqalar, sizə izah edeyim ki, diferensial diaqnostikanın nə qədər əhəmiyyəti var. Baxın, diferensial diaqnostika elə bilməsək, biz müvafiq yardım da göstərə bilmərik. Baxın, ağciyər problemlərində, bronxial astmada bilirsiniz ki, ən çox işlətdiyimiz eofilindir. Amma həmən eofilini biz ürək patologiyalarında infarktda işlədə bilərikmi? Yox. Nəyə görə? Çünki eofilin ürək döyüntülərini artırır. Eyni zamanda götürək başqa mexanizmi. Ağciyər patologiyalarında ürək patologiyalarını işlətdiyimiz dərmanları, nitratları, beta blokatorlarını işlədə bilərikmi?
qəti qadağandır, olmaz. Yəni ona görə deyirəm, diferensial diaqnostikanın bilavasitə yardımla əlaqəsi var. Diqqətinizə görə təşəkkürümü bildirirəm. Çox sağ olun.